Salam millət, hər vaxtınız xeyir, necəsiniz? İnşallah hər şey qaydasındadır. Deməli, maşının faraları gəlib və gedirəm onu götürməyə. Çox həyəcanlıyam, çox gözəl faralardır. 1 saat vaxtım qalıb, gedib özümü çatdırmalıyam. Böyük ehtimal siz bu videonu izləyəndə artıq maşın təmirdə olacaq və yaxud təmirinin orta mərhələlərində olacaq. Çünki bu fara maşından qabaq gəlib, onu indidən deyim. Sadəcə indi paylaşmağımın məqsədi odur ki, ardıcıllıq olaraq olsun. Birinci maşını qəbul eləyək, ondan sonra onun detallarını, bu kimi şeyləri. Əslində hələ ki fara gəlib, maşın bu günləri baxmışam, İstanbuldadır, portdadır, ayın 10-u çıxacaq. Bu gün isə ayın 8-idir. Deməli, belə çox həyəcanlıyam, çox gözəl, super faralardır. Mən şəxsən çox bəyəndim. Bu faranı seçməmişdən öncə başqa bir fara seçmişdim. Onu da onun şəklində sizlərə paylaşacağım. Sonra oturdum, fikirləşdim ki, bu birinci seçdiyim farada BMW diziciləri var. Ona görə qəbul eləmədim və düşündüm ki, artıq bu faranı seçməliyəm. Bunun üstündəki ledlərdir, quruluşu, yəni Honda'nın belə deyək də dizaynıdır. Honda xəttləri var üzərində. Nəsə, çox danışmayayım. Yəqin ki, siz də səbirsizləşdiniz ki, necə bir fara almışam mən. Çox maraqlı funksiyaları var. Onu da bildirim ki, Azərbaycanda yoxdur bu farada. Rüfət qardaş da Tayper'dir. Tayper'in farasına biraz yaxındır, amma o deyil. Bu faradan bir dənə sedanın üzərində var, amma yenə də o deyil. Yəni dizayn cəhətdən biraz xəttlər xatırladır. Nəsə, çox danışmayayım, gedim faranı götürüm kargo şirkətindən və birinin qutusunu açıb sizinlə bölüşəcəm. Getdik millət. Millət, fara burada. Biri də arxada. Yəni gördüyünüz kimi bağlama böyük bağlamadır. Yetərincə böyükdür. Sonra gəlin üstə şəklini göstərim sizə. İndi birini atacağım, çıxardacağım. Sonra belədir. Yox, bu baş aşağı durdu. Bu qaydada. Belə faralardır. Çox maraqlı funksiyaları var. Bu sarı da yanır, ağ da yanır. 4 dənə lupalıdır. İkisi uzaq işıqlar, ikisi də yaxın işıqlar. Şimdi baxım görün bunun açılma yeri haradır. Bir dənəsini açım və sizə göstərim. Birini baxaq. Elə maşının içində bir dənə qutu açılış eləyək. Hə millət. Bu da çıxartdım. Fara buradan şey bağlaması var. Şey paketləyiblər. Yenə içində olan diyotları falan hamısı yerindədir. Gözəl, qəşəng. Əla. Yandıraq biraz işıqlı olsun. Super. Burada belə görsənmir yaxşı. Amma maşında qəşəng görünəcək. İnşallah açıb sizə tam aydın şəkildə göstərəcəm. Yəni biraz soyum üzünü, bunun üzünü saxlayacaq da maşına qoşundan sonra. Axı, ləzzətdir. Bu da belə. Burada əlavə şeyləri var. Onları sizə birdən göstərim. Baxın, bu gördüyünüz bunlar hamısı şeydir. Adı nədir? Rejimləridir. Məsəl üçün, qırmızını taxısan, dönmə işığı bir cür yanır. Yaşlı taxısan, məsəl üçün, dönmə işığı ağ yox, sarı yanır. Məsəl üçün, üstündə də göy rəngdir. Tutalım, göy rəngi taxısan, indi taxılı vəziyyətdə göy rəngdir. Göy rəngi taxısan, tutalım ki, dönmə işığı axar şəkildə sağdan sola gedir, ya soldan sağa. Yəni, belə bir funksiyaları var bunun. Bunu da ki, maşının üzərinə taxdıqdan sonra sizinlə bölüşəcəm dəqiq. Amma fara öz sözünü deyir, əla. Belə millət, indi axşamdır, yaxşı görünmədi. Amma sabahda falan bir dənə isim çıxardacam, qəşəng səliqəli şəkildə çəkəcəm. Sizə bir göstərəcəm. Faralar burada, necə deyərlər, üzümüz gülür, xoşbəxtdir.
Allah arzusunda olanlara qismət eləsin. Nə eləmək lazımdır? Bunları aparıb indi maşının üzərinə taxmaq lazımdır. Özünüzə yaxşı baxın dostlar. Görüşərik inşallah maşının üzərinə taxılıb tam hazır olduqca bütün etapları sizlərlə bölüşəcəm. Hələlik. A few moments later. Faranı gəlin sizə göstərim. Baxın. Bu qaydadadır. Burada ağ led yanır bu hissədən. Belə. Bu rejimləri taxdıqda fərqli olaraq dəyişir. Bu sarı da yana bilir, ağ da yana bilir. Daha sonra bu funksiyaları buna taxdıqda bunun yeri var burada. Gördüyünüz bu boşdur. Sadəcə bunu yerinə taxırlar ki su falan keçməsin. Bura taxdıqda bu ya ağ yanır, ya sarı yanır, ya da ki buradan belə yana gedir. Dönmə işığını da dəyişir də. Yəni o cəhətdən 4 lupalıdır. İkisi yaxın vurandı, ikisi də uzaq vurandı. Bu qaydada gördüyünüz kimi çox gözəldir.